Salam, 5-ci sinif Azərbaycan tarixindən 33-cü dərsimizə keçirək. Dərs 33. Kitabi-Dədə də Qorqud. Oğuz türklərinin qəhrəmanlıq salnaməsi olan Kitabi-Dədə də Qorqud əvəzsiz tarixi mənbədir. Oğuz türklərinin yaşadığı geniş ərazidə yayıldığı üçün dastan onların ortaq abidəsi hesab olunur. Dastan 12 boydan ibarətdir. Boy hissə deməkdir. Boyların bir çoxu Azərbaycanda baş verən hadisələrlə əlaqədar yaranmışdır. Dastanda bəhs olunan yer adlarının əksəriyyəti tarixi Azərbaycan torpaqlarıdır. Alimlərin çoxu Dədə Qorqudu tarixi şəxsiyyət hesab edir. Onun Oğuzların Bayat qolundan olduğu və 7-ci yüzillikdə yaşadığı qeyd olunur. Dədə Qorqudun Dərbənd ətrafında dəfn olunduğunu deyənlər də vardır. Mənbələrə görə Bayat tayfası burada məskunlaşmışdı. Oğuzlar Dərbənd səddinin qapılarından birini Bayat qapısı adlandırırdılar. Boyların müəllifinin Dədə Qorqud olduğu güman edilir. Boyların hamısında onun adı çəkilir. Dədə Qorqud Oğuzların ağsaqqalıdır. Ağıllı məsləhətlər verir, çətinliyə düşənlərə yol göstərirdi. Oğuz elinin şənlikləri Dədə Qorqudun xeyir duası ilə təşkil olunardı. O qopuz salar, hekayələr söyləyər, qəhrəmanlıq göstərən Oğuz igidlərinə ad qoyardı. Oğuzlar onu keçmişin öyrədicisi, gələcəyin bələdçisi kimi görürdülər. Dədə Qorqudun hər şeyi bildiyinə inanır və ona böyük hörmət göstərirdilər. Dastanda Oğuz adətləri. Dastanda Oğuz türklərinin həyat tərzi, adət-ənənələri, xüsusiyyətləri barədə geniş məlumatlar vardır. Onlar mərdliyi, igidliyi, cəsurluğu ilə seçilmişlər. Qonşu xalqlarla mehriban münasibətlər qurmağa çalışan Oğuzlar heç kimin torpağına göz dikməmiş, doğma yurda soxulan düşmənlərə isə aman verməmişlər. Oğuz igidləri məğlub olub aman istəyəni mütləq bağışlayar, döyüşdə heç vaxt hiylə işlətməzdilər. Zəif və müdafiəsiz düşmənə heç vaxt toxunmazdılar. Oğuzlar düşmənlərini qara donlu kafirlər adlandırırdılar. Kafirlər hiyləgər, yalancı, vədinə əməl etməyən olub, Oğuzlara qarşı qəddar münasibətləri ilə seçilirdilər. Oğuzlar düşmənləri ilə bağlı qarı düşmən dost olmaz atalar sözünü işlədirdilər. Onların həyatında baş verən mühüm hadisələr el şənlikləri ilə müşayiət olunurdu. Ozanlar qopuz salıb söz söyləyərdi. İgidlər at çapmaqda, qılınc oynatmaqda, ox atmaqda bir-biri ilə yarışırdılar. At igidin dostu sayılırdı. Sahibi qəhrəmancasına həlak olan atın isə quyruğunu kəsirdilər. Oğuzlar ananı müqəddəs hesab edir, ana haqqını Tanrı haqqına bərabər tutur, qadınlara xüsusi hörmət göstərirdilər. Oğuzların əsas adətlərindən biri qonaqpərvərlik idi. Qonağı Tanrı qonağı adlandırır, qonaq gəlməyən evi xarabalığa bənzədirdilər. Tanrıçılıq dininə sitayiş edən Oğuzlar İslam dinini qəbul etdikdən sonra onların arasında mənəvi birlik daha da artdı. Oğuzların həyatı. Kitabi-Dədə Qorqudda Oğuz türklərinin dövlət idarəçiliyi, həyat tərzi və təsərrüfat sahələri ilə də bağlı qiymətli məlumatlar vardır. Oğuz dövlətinin başında xanlar xanı Bayandur xan dururdu. Vacib məsələlər onun yanında bəylərlə birgə müzakirə olunurdu. Hələ uşaqlıqdan döyüşçü olmaq arzusu ilə böyüyən Oğuzlarda döyüş üsullarına və qaydalara xüsusi diqqət yetirilirdi. Oğuz igidləri döyüşlərdə yüksək intizamları ilə seçilirdi. Qadınlar da kişilərlə bərabər əllərində qılınc, at belində vətənin müdafiəsinə qalxırdılar. Vətən yolunda, torpaq uğrunda canından keçən Oğuzlar şəhid hesab edilirdi. Şəhidlərin adı uca tutulur və düşməndən onların intiqamı mütləq alınırdı. Oğuzlar alaçıqlarda yaşayırdı. Evlənmək istəyən Oğuz igidləri ox atır və oxun düşdüyü yerdə özünə yurt salırdı. Oğuzların təsərrüfatında qoyunçuluq geniş yer tuturdu. Oğuz xanlarının minlərlə baş qoyun sürüləri var idi. At ilxılarının böyüklüyü xanın nüfuzundan xəbər verirdi. Bunlardan başqa Oğuzlar dəvə də saxlayırdılar. Oğuzlarda bağçılıq, üzümçülük və əkinçilik inkişaf etmişdi. Onlar taxılı dəyirmanda üyüdürdülər. Müxtəlif sənətkarlıq sahələrinin yayılması isə ticarətin inkişafına şərait yaradırdı.
Oğuzlar ticarətdə pullardan istifadə edirdilər. Dastanın əhəmiyyəti. Qəhrəmanlıq dastanları xalqın tarixi yaddaşı hesab olunur. Ana kitabımız hesab edilən Kitabi Dədə Qorqud həm də yazılı yaddaşımızdır. Bu dastandan adət-ənənələrimiz, tarixi ərazilərimiz, dilimiz və s. haqqında geniş məlumat alırıq. Dədə Qorqudun söylədiyi hekayələr şifahi şəkildə dildən dilə keçərək yayılmış, sonralar yazıya alınmışdır. Dastanın 12 boydan ibarət olan nüsxəsi Almaniyanın Dresden şəhərində saxlanılır. 2000-ci ildə ölkəmizdə Kitabi Dədə Qorqudun 1300 illik yubileyi keçirilmişdir. Bakı şəhərində Dədə Qorqudun adına abidə qoyulmuş və park salınmışdır. Dədə Qorqud adlı bədii film çəkilmiş, dastanın ayrı-ayrı boyları əsasında çizgi filmləri hazırlanmışdır. Dastan dünya xalqlarının nadir mədəni abidələri sırasına daxil edilmişdir. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Bayat tayfasının Dərbənddə məskunlaşması nəyi sübut edir? Qədim Oğuz tayfalarından biri olan Bayatların Dərbənddə məskunlaşması bu şəhərin qədim dövrlərdən bəri türk yurdu olduğunu sübut edir. Bu fakt həmçinin Dərbəndin Azərbaycanın ayrılmaz bir parçası olduğunu və bölgənin etnik tərkibində türk tayfalarının hələ İslam dinindən çox-çox əvvəl mühüm yer tutduğunu təsdiqləyir. Kitabi Dədə Qorqud dastanlarında adı çəkilən qəhrəmanların və Dədə Qorqudun özünün məhz Bayat boyundan olması bu ərazilərin tarixi mədəni köklərimizə bağlılığının ən bariz nümunəsidir. Dədə Qorqudun şəxsiyyətini qiymətləndirin. Dədə Qorqud Oğuz elinin müdrik ağsaqqalı, mənəvi atası və yol göstərənidir. O, dərin biliyi və uzaqgörənliyi ilə xalqın keçmişini qoruyan, gələcəyinə bələdçilik edən sarsılmaz bir nüfuz sahibidir. Oğuz elinin şənlikləri Dədə Qorqudun xeyir duası ilə təşkil olunardı. Qopuz salması, hekayələr söyləməsi, igidlərə ad verməsi onun həm bir sənətkar, həm də cəmiyyətin birliyini təmin edən mənəvi sütun olduğunu sübut edir. Bir sözlə o xalqın hər bir çətin anında güvəndiyi, ağlına və müdrikliyinə sonsuz hörmət bəslədiyi dahi bir şəxsiyyətdir. El şənliklərinin əhəmiyyəti nə idi? El şənlikləri Azərbaycan xalqının birliyini simvolizə edən, adət-ənənələri yaşadan və cəmiyyətdə həmrəylik yaradan mühüm ictimai hadisələr idi. Oğuzların hansı adətləri bu gündə qorunub saxlanır? Qədim Oğuz türklərindən bizə qalan ən mühüm adətlər qonaqpərvərlik, xeyir-dua vermək və ağsaqqala hörmət etməkdir. Bu gündə yaşatdığımız Novruz bayramı, el şənlikləri və ad qoyma mərasimləri birbaşa Oğuz köklərimizə dayanır. Bu ənənələr xalqımızın birliyini və mənəvi dəyərlərini qoruyan ən güclü vasitələrdir. Oğuz türklərində vətən sevgisinin yüksək olmasını hansı faktlar sübut edir? Oğuz türkləri üçün vətən sadəcə yaşayış yeri deyil, qorunması vacib olan müqəddəs bir əmanət idi. Bunu sübut edən ən böyük fakt Kitabi Dədə Qorqud dastanlarındakı qəhrəmanlıqlardır. Dastanda deyildiyi kimi, torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa dəyməz fəlsəfəsi onların torpağı olan bağlılığını göstərir. Bundan əlavə Oğuzlarda qadınlı, kişilə hər kəsin döyüşçü kimi yetişməsi, düşmən hücumu zamanı bütün elin bir yumruq kimi birləşməsi və Dərbənd kimi strateji keçidləri canları bahasına qorumaları vətən sevgisinin ən bariz nümunəsidir. Onlar üçün vətən uğrunda ölmək ən uca məqam hesab olunur. Oğuz türklərində nə üçün əkinçilik və bağçılıq inkişaf etmişdi? Onlar yalnız köçəri deyil, həm də yarım köçəri həyat tərzi sürürdülər və müəyyən yerlərdə uzun müddət məskunlaşırdılar. Yaşadıkları ərazilər əkinçilik üçün əlverişli idi. Ərzaq ehtiyacını təmin etmək üçün təkcə maldarlıq kifayət etmirdi, buna görə də torpaqdan istifadə edirdilər. İqlim şəraiti meyvəçilik və tərəvəçilik üçün uyğun idi.
Qısa desək, həm təbii şəraitin əlverişli olması, həm də insanların ehtiyacları Oğuzlarda əkinçilik və bağçılığın inkişafına səbəb olmuşdur. Mətnə əsasən cədvəli tamamlayın. Oğuzların həyat tərzi, Oğuzlarda təsərrüfat, Oğuzların xüsusiyyətləri. Mən izah etdim, siz özünüz cədvəli qurarsınız. Oğuzların həyat tərzi. Alaçıqlarda yaşayırdılar, köçəri və yarım köçəri həyat tərzi sürürdülər, yazda yaylağa, qışda qışlağa köçürdülər, qonaqpərvərlik və qadına hörmət əsas yer tuturdu. Oğuzlarda təsərrüfat, maldarlıq geniş yayılmışdı, at və dəvə saxlayırdılar, əkinçilik və bağçılıq inkişaf etmişdi, ticarətdə pullardan istifadə edirdilər. Oğuzların xüsusiyyətləri: cəsur və döyüşkən idilər, vətən uğrunda canlarından keçirdilər, şəhidlərin adını uca tuturdular, intiqam almağı vacib sayırdılar, zəifə toxunmaz, hiləni sevməzdilər. Bəli, bu qədər. 33-cü dərsi öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.